Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 11-ci paraqraf, yəni çarizmin milli qırğın siyasəti. Deməli, bildiyimiz kimi 20-ci əsrdə Çar Rusiyası artıq, yəni ona qarşı narazılıqlar var idi. O narazılıqları başqa istiqamətə yönəltmək üçün müəyyən plan qurur. O planda parçala və hökmranlıq siyasəti idi. Deməli, burada nə deməkdir? Yəni xalqları bir-birinə qırdırmaq siyasəti. Bu siyasəti yeridir. Bunun da ilk addımları elə Cənubi Qafqazda atılır. Deməli, ermənilər Çar Rusiyası tərəfindən silahlandırılırdı Azərbaycanlılara qarşı. Və beləliklə də 1905-ci ildə tarixdə erməni-müsəlman davası deyilən ədalətin davamının, yəni hadisələrinin başlanğıcı qoyulur. Və 20-ci əsrin əvvəllərində isə artıq Cənubi Qafqazda, İrəvan, Gedəbətpolda, sonra elə Bakı quberniyasında əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edirdi. Yəni bunu xüsusi vurğulayırıq. Çünki burada ermənilərin hələ yaşayış məskəni, ermənilər yox idi burada hələ. Əksəriyyət Azərbaycanlılardan idi. Sonra bilirik ki, 1890-cı ildə Daşnaksutyun partiyası yaradılmışdı, Tiflisdə yaradılmışdı, erməni partiyasıdır. Bu partiyanın əsas mübarizə vasitəsi isə terror idi. Bizimkilərə qarşı, müsəlmanlara qarşı terror idi və bu partiyada erməniləri silahlandırırdı daima. Deməli, qırğınlar ilk öncə 1905-ci ilin fevralından Bakı şəhərindən başlayır. Amma Azərbaycanın digər bölgələrinə də yayılmışdı. Məsələn, İrəvan, Naxçıvan, Zəngəzurda, Şuşada, digər bölgələrdə də qırğınlar həyata keçirirlər. Deməli, burada da 1905-ci ildə Daşnakların planına əsasən Şuşada bir nəfər erməni öldürülür. Bunu da gör müsəlmanlar eləyiblər. Onların canını atıb bu bəhanə ilə cəmirlər. Əslində qalsa əvvəlki dəstəklərdə də verildi. Bunlar gedib kimləri öldürürlər? Hansı erməniləri öldürürlər? Hansı ki, partiyaya üzvlüyü haqqını ödəməyən, onları dinləməyən, nə bilim, müsəlmanlara qarşı qırğınlarda iştirak etməyən erməniləri öldürürlər. Və bunu da günahını yoxlayırlar bizimkilərin üstünə ki, müsəlmanlar öldürürlər. Və bu bəhanə ilə də bunlar hücum edirlər, müsəlman məhəllələr üzərində hücuma keçirirlər. Və bizimkilərin də, yəni Azərbaycanlıların da müdafiə tədbirlərinin içərisində ermənilər məğlub olaraq ağ bayraq qaldırırlar. Sonra elə erməni keşişləri də, Rus zabitləri də əllərində bax İncillə, ağ bayraqla gəlirlər, təslim olurlar. Cəfərağa məscidinin yanına, qarşısına gəlirlər, təslim olurlar. İncələr basırlar ki, bir daha belə bir şey eləmədiklər, qardaşcasına yaşayacaqlar, amma sonra bilirik ki, yenə də bunu eləyirlər. Sonra bax bu hansı ki, yerli əhalinin müdafiəsinin təşkilində, özünün müdafiəsinin təşkilində elə Şuşanın ziyalısı Əbdülkərim bəy Mehmandarov, yəni mühüm rol oynamışdı, hansı ki, özünün müdafiənin təşkil olunmasında. Sonra deməli, hansı ki, bu Çar Rusiyasının himayəsində olan imkanlı ermənilər var idi. Onlar gedirlər Osmanlı dövləti, sonra Qacarlar dövlətinin təbəəsində olan erməniləri muzlu qoşun kimi, muzlu ordu kimi gətirirdilər bizim Azərbaycanlılara qarşı, Azərbaycan türklərinə qarşı vuruşdururdular. Sonra 1906-cı ildə isə ermənilər ikinci dəfə Şuşanın üzərində hücuma başladılar. Yenə də Azərbaycanlıların öz müdafiə tədbirlərinin içərisində onlar məğlub oldular. Yəni bu yenə də Azərbaycanlıların qələbəsi ilə bitmişdi. Sonra 1905-ci ildə Umudlu kəndində elə bir qırğın törətmişdilər ki, bu 1992-ci ildə Xocalıda törətdikləri qırğına bərabər bir qırğın, ona bənzər bir qırğın həyata keçirmişdilər. Sonra 1906-cı ildə Tiflisdə Qafqaz Canişininin konfransı çağırır. Bu erməni-müsəlman qırğınlarına son qoymaq üçün çağırıldı bu konfrans. Burada da bizdən Əhməd bəy Ağayev, Əli Mərdən bəy Topçubaşov çıxış eləyərək, yəni onların Daşnaksutyun partiyasının əsl niyyətlərini ifşa edir, bildirirlər ki, Azərbaycanlılara qarşı terror həyata keçirmişdi. Amma bu sülh konferansından sonra yenə də bunlar qırğına davam edirlər. Və Azərbaycanlıların bu qırğınlara qarşı təşkilatlanması üçün Əhməd bəy Ağayev Difai partiyasını yaradır. Buna partiyalar dərsində də mövzusunda da demişdik. Ümumiyyətlə, bu erməni-Azərbaycanlı münaqişəsi Azərbaycan milli hərəkatının inkişafına, sonra elə Azərbaycanlıların təşkilatlanmasında mühüm rol oynamışdır. Bu qədər, sağ olun.